Kişi paketləyici işi var yoldaşlar. Mən sizə 2 dənə kişi paketləyici işindən bəhs etmək istəyirəm. Amma qeyd edeyim ki, qablaşdırıcı işi də var, xanımlar üçün olan variantı da var. Deməli yoldaşlar, çeşidləyici işidir, Azərpoçtadır, 700 manatlıq bir işdir. 700 manatlıq bir işdir. Bu işdə fiziki güc tələb olunur yoldaşlar. Yəni, fiziki cəhətdən sağlam və çalışqansınızsa, burada təxminən 700 manata yaxın pul qazana bilərsiniz. Komanda ilə işləmə bacarığınız varsa, dəqiq və məsuliyyətli yanaşmanız varsa. Bu Azərpoçta idi. Bir də var Azzada yoldaşlar. Burada da qablaşdırıcı işi var. 20-35 yaşlı şəxslər üçündür. Orta təhsiliniz olmalıdır. Burada da 650 manata yaxın qazana bilərsiniz. Bir də ola bilər kimsə, xanım da bu videoya baxan, onlar üçün də fürsətdən istifadə edib deyim ki, qablaşdırıcı xanım işi də var yoldaşlar, Metak şirkətində. Burada isə 600 manat verir. 25-45 yaşlı xanımlar üçündür. Orta ixtisasınız olmalıdır. Təcrübə vacib deyil. Amma o demək deyil ki, yoldaşlar, paketləyici, qablaşdırıcı işləri elə ancaq bunlardan ibarətdir. Xeyr, mən nisbətən, yəni 400 manatlıq olan variantları da olur, xəbəriniz olsun. Və ya da bəzən elə variantlar olur ki, siz orada 800 manat qazana bilirsiniz. Hətta, belə deyim, işəmiz də olur, bir növ faiz tipli ola bilir. Bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə və ya da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvallı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.